sərçənin bir yuvası varmış, fırtına qopur, yuva dağılır və sərçə özlüyündə deyir ki, mən heç vaxt Allahdan küstümdə, Allahla danışmayacağım. Çünki Allah mənim vurtut sahib olduğum bir yuvanı belə dağıtdı. Allah görür ki, bu sərçə çox kədərlidir. Soruşur ki, sən niyə beləsən, niyə kədərlisən? Deyir ki, mən küsmüşəm səndən. Mənim bu həyatda bir yuvam var idi. O yuvanı da sən dağıtdın. Mən nə heç olmasa qışda, yağışda o yuvada özümü qoruya bilirdim. İndi o da yoxdur. Allah da deyir ki, sən bir işin əslini, kökünü bilmədən nəyə görə məni suçluyursan? Bir yılan çıxmışdı yola, səni ovlamağa gəlirdi. Mən əmr etdim ki, fırtına qopsun, sən xilas olasan, ilan səni yeməsin. Ona görə sənin yuvanı dağıtdı.